Əslində yarmarkanın bəlkə də ən sərfəli stendlərindən biridir. Ac qarına gəzməyin mümkün olmadığı Targovda plovun çox ləzzətli verildiyi bir yer var. Chicken pilavda qiymətlər 4 manat 50 qəpikdən başlayır. Klassik, lobyalı, krispi toyuqlu, mal ətli və qarışıq variantlar var. Təbii ki, turşular da öz yerində. Demək olar ki, hamısının dadına baxdıq. Açığı mal ətli olan daha çox xoşuma gəldi. Bu biraz da ev sayağı plovu xatırladırdı. Bir porsiyası 7 manatdır. Mal ətli dəhşətli bir şeydir. Amma 1 manat da üstünə qoyub qarışıq olandan götürüb hamısını bir qabda dadmaq olar. Bir nəfər bunu yesə tam doyar da, yəni. Hər insanın doyma limiti fərqlidir. Ona görə bilmirəm başqalarında necədir, amma mənə görə həqiqətən doyumluydu. Yedikcə gözlərimizə işıq gəldi. Ən çox da uşaqlar bəyəndilər. Düzdür, yarmarkada stendlərin sayı çoxdur, zövqlər müxtəlifdir. Amma ürəyinizdən əsl bayram aşına bənzər ləzzət keçsə, chicken pilavın bu qəşəng butikinə yaxınlaşa bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.